Təbii ki, yay ayları gəlir, artıq bir qədər biz qış geyimlərimizi kənara qoyub, yay geyimlərimizə keçid almışıq. Bunun üçün də ustalara bir xoş xəbərimiz var ki, məsələ MRT İnşaatda sizin üçün yay geyimləri özəl olaraq gəlibdir. Və təbii ki, MRT İnşaatımızda, bizim MRT Hiper İnşaatımızda da belə deyək, bax bu gördüyünüz koftalar var ki, ustalar üçündür və materialını sadəcə sizə göstərirəm əslində, amma tam olaraq toxundura bilmirəm. Material o qədər yumuşaqdır və o qədər hava keçirdəndir ki, siz rahat bundan geyinib istifadə edə bilərsiniz. El arasında belə deyirlər, lakoste materialı deyirlər ki, yumuşaqdır, həm də ilmələr həm bir-birinə sıx toxunuşla məşhurdur, həm də bir qədər aralı toxunuşla ki, tam olaraq isti aylarında hava keçirdə bilsin. Bax, burada bizim qol uzunlar da var. Material yenə deyirəm, olduqca yumuşaqdır, pambıq materialdır ki, sizin bədəninizə yapışmayacaq və sizi tərlətmədən azad edəcək. Burada rəngləri də var. Yenə burada qolu qısa, belə deyək, bax bizim formamızda var. Belə uniformada var ki, birbaşa olaraq, yəni şalvar onun köynəyinə birləşirlidir. Bu kombinezon adlandırılır və belə bizim kombinezonlarımız da var. Dəstli kombinezonlardır ki, ciblikləri də var. Şalvarın da kənarlarında cib var, üzərində də ciblər var ki, ustalar müəyyən kiçik şurupları, nələrsə başlıqları bu ciblərə rahat şəkildə yerləşdirə bilirlər. Bunun bax belə bir rəngi də var, əziz dostlar. Yenə də şalvarı üzərindədir. Bütün ölçülər də var. İndi operatorumuz götürür buradan. Baxın. Bunlar ikili dəstlərdir. Bunu qışda da geyinmək mümkündür, yayda da geyinmək mümkündür. Çünki bunların materialının qalın və eyni zamanda nazik olanları var ki, qalınlarını qışda daha rahat geyinirsiniz və nazik olanlarını isə yayda gözəl şəkildə geyinmək mümkündür. Belə rezinkalıdır. Tam olaraq əyninizdə gözəl qalacaq və üzərində ustaların ən çox istədiyi isə bol ciblərin olmasıdır ki, əllərində keçən xırda, əllərində çox istifadə etdiklərini ciblərinə rahat şəkildə yerləşdirə bilirlər. Burada da yenə formalarımız var. Aha, bu formaya daha çox ehtiyac olur. Bizim arı saxlayan insanlar, dostlar. Həm papağı var ki, arı sizə hücum edə bilməyəcəkdir. Tam olaraq geyinirsiniz, bədəninizin hər bir yerini tutur. Qollar rezinkadır, ayaqlar rezindir ki, onun da necə deyərlər, kənarları tam olaraq sıxılır ki, bir dənə də olsun arı sizin bədəninizə daxil ola bilməyəcək. Yenə də Türkiyə istehsalıdır, onu da qeyd etmək istəyirəm. Burada yenə də formalarımız var, yenə də onun rəngləri mövcuddur və eyni zamanda burada bizim kataloqumuz var ki, kataloqda olan məhsullarımız da məsələ MRT Hiper İnşaatımızda var. Burada A-dan Z-yə bütün ölçülərdə, bütün görüntülərdə bizim bax belə ustalarımız üçün uniformalarımız var. Bu həm mənzildə işləyəndə, çalışanda daha gözəl görsənir. Həm də təbii ki, kənardan sizin tam olaraq usta olmağınız bilinir. Ona görə də əziz dostlar, əziz ustalar yaxınlaşırsınız MRT Hiper İnşaata. Altından belə qolu qısa futbolkalar da var, yumru boğaz. Ondan da istifadə edə bilərsiniz və təbii ki, bax belə uniformalar da məsələ sizin üçün nəzərdə tutulub ki, bunlardan da geyinə bilərsiniz. Burada isə bizim qış kurtkalarımız var. Onlardan da istifadə etmək mümkündür. Belə kapşonkalı kurtkalarımız da var, içi mexli olan kurtkalarımız da var və biz bilirik ki, bu material ümumiyyətlə nə qədər soyuq olmasından asılı olmayaraq heç bir zaman soyuğu keçirmənin qarşısını alır. Çünki içəri sürüşən materialıdır və bunun da yanma, belə deyək, siqaret nəsə yandırması falan kimi hallar baş vermir. Çünki bütün bu formalar ustalar üçün nəzərdə tutulub. Belə rəngli formalarımız da var ki, gecə vaxtında işıq saçacaq və avtomobil vurmalarından qorunmaq üçün bax bu formalardan da istifadə edə bilərsiniz. Burada isə bizim yağışdan qorunmaq üçün bax belə bir gözəl formamız var. Bundan da istifadə edə bilərsiniz. Yağış vaxtında geyinirsiniz əyninizə, papağını da keçirirsiniz və çöldə öz işinizi rahat şəkildə görə bilərsiniz. Bütün bunların hamısının ölçüləri var. Yəni bundan bir ədəd deyil, MRT Hiper İnşaatda çoxdur. Daha sonra isə jiletlərimiz də var burada. Belə jiletlərdən də istifadə edə bilərsiniz. Gecə vaxtı çöldə istifadə işləyən insanlar və yaxud da avtomobilizə də bunu rahat qoya bilərsiniz. Əgər avtomobiliniz xarab olursa, onu düzəldiyiniz vaxtda bunu rahat əyninizə geyinirsiniz. Qarşıdan gələn avtomobilin işığı bunun üzərində düşməklə bir sayrışan işıqlar yaradacaq. Kənd yerlərində istifadə olunan və belə deyək, avtomobil yuyulan yerlərdə, yəni moykalarda da daha çox istifadə olunur. Pot
koltuqlardır bunlar. Dədə-baba dili ilə desək, əziz dostlar, bax nərdivanlardır, Türkiyə istehsalıdır, alüminiumlandır, kənarları olduqca gözəl bağlamalarlandır. Bunun qiyməti 130 manatdır. 150, 160, 200 kiloqram insan bunun üzərində rahat çıxıb dayana bilər. Tam olaraq açılır və istədiyiniz məsafəyə qalxa bilərsiniz və MLT bir inşaata yeni gələn bizim nərdivanlarımız da var. Balaca ölçüdən böyük ölçüyə qədər nərdivanlardan siz də rahat şəkildə istifadə edə bilərsiniz. Qarşıya gələndə artıq biz görəcəyik, bunun üzərində müəyyən göstəriciləri var ki, tam olaraq keçmələri möhkəm materialdandır. Əlavə yanlarında bağlamaq üçün bax belə gördüyünüz bir özəllik də yaradıblar və ayaq qoyulan hissələri isə tam olaraq sizi ayağınızı sürüşmələrdən qoruyacaq. Onun üzərində də bax belə diliklər görürük ki, ayaqqabınız heç bir zaman bunun üzərindən sürüşməyəcək. Bax burada da var bizim yenidən nərdivanlarımız və hər birinin də üzərində qiyməti var. 81 manatdır. Rahat gəlib alıb istifadə edə bilərsiniz. Arxadakı nərdivanın qiyməti isə 112 manatdır. Burada mənim diqqətimi çəkən, hansı ki bir dəfə nərdivanlardan danışanda dostlar daha çox müraciət etmişlər. Evdə, mənzilinizdə olduqca yüngüldür. Qiyməti 39 manatdır. Xanımlar daha çox istifadə edirlər. Çıçraqları silmək üçün və ya da mətbəx mebelinin üst hissəsini silmək üçün şifonderlərinizi, yəni hündür yerlərinizi və eyni zamanda pərdələrinizi rahat şəkildə qarnizə keçirmək üçün bax bu nərdivanlardan istifadə edə bilərsiniz. Yuxarıdakının qiyməti 52 manatdır. Bu balacanın qiyməti 39 manatdır və yəni tam olaraq balaca ölçüdən böyük ölçüyə qədər bütün ölçüdə nərdivanlarımız mövcuddur. Bu nərdivan haqqında da məlumat vermişim. Yenidən demək istəyirəm, 260 manatdır bu nərdivanın qiyməti. 5 metr bu nərdivanın hündürlüyü var. Və avtomobilinizi də daşıya bilərsiniz, mənzilinizdə də bir kənara qoyursunuz, rahat şəkildə qalır. Və digər nərdivanlarımız burada da var. 112 manatdır bunun qiyməti, bu nərdivanımızın qiyməti 92 manatdır. O səbəbdən əziz dostlar, hər birinizi dəvət edirəm MRT bir inşaata. Gəlirsiniz, bax bu nərdivanlardan alıb istifadə edirsiniz. Burada bizim yeni qoruyucu maskalarımız var ki, insanlar iş gördükləri zaman, bu yeni gələn maskalarımız da arxası prujunludur, başa rahat keçirdirsən və istədiyin işi rahat görürsən. Yəni əlini buraxırsan, başında rahat qalacaqdır. Onun da qiyməti cəmisi 7 manatdır. Belə eynəklərimiz də var. Svarka edən insanlar və yaxud da hər hansı bir dəmir parçası kəsirlər, evdə özləri üçün nəsə bir iş görürlər, laqundan istifadə edirlərsə mütləq bu qoruyuculardan istifadə etmək lazımdır. Bunun da qiyməti 7 manatdır. Daha sonra böyük var bizim baş geyinmək üçün svarkada istifadə olunur. O səbəbdən MRT İnşaatda əziz dostlar, A-dan Z-yə istədiyiniz nə varsa əldə edə bilərsiniz. Yenə qeyd etmək istəyirəm, o qədər nərdivanlar gəlib ki, yeni nərdivanlar və hər birinə ehtiyac duyulur. Çünki insanlar daha kiçik və daha böyük ölçü nərdivanlar əgər istəyirlərsə, mütləq şəkildə MRT İnşaatdan əldə edə bilərlər. 365 gün burada lotereya kampaniyası həyata keçirilir ki, Niva markalı avtomobil udmaq da şansınız var. Zəfər günündə oynanılacaqdır. Hər 50 manatlıq alış-verişdə bir kupon alırsınız. Ad, soyad, ünvan yazmaqla sehri qutunun içərisinə atırsınız və artıq lotereya vaxtında avtomobil sizin də qismətinizə yazıla bilər və bütün bunları nəqd şəkildə pulunuz yoxdursa almağa narahatlıq yoxdur. Yerindəcə kredit şərtlərimiz var ki, kredit şərtlərində də rahat şəkildə almaq imkanınız var. Bir kart, taksit kart da keçərlidir. Əziz dostlar, bunu da yaddan çıxarmayın və bizim bu paylaşımlarımızı siz də paylaşın ki, ətrafınızda olan dostlarla görsünlər və daha çox paylaşımlar edək ki, dostlar da gəlsinlər, MRT İnşaatdan yararlansınlar və hər gün bizim endirimdə olan məhsullarımız da var ki, həmin məhsullar haqqında da sizə məlumat verir, ancaq gəlib öz gözlərinizdə görsəz, daha məqsədə uyğun olar. MRT İnşaat biz hər zaman çalışırıq ki, bir bərabər tikək, inşa edək. Bizim özəlliyimiz bundan ibarətdir. Çünki MRT İnşaat regionun ən böyük tikinti bazarıdır. Odur ki, bizdə olan qiymətlər, çeşidlər digər yerlərdə yoxdur desəm, heç vaxt yanlış etmirəm. O səbəbdən yolunuzu gözləyirik. MRT İnşaat birlikdə tikək.